Salam qızlar, axşamınız xeyir olsun, nə tərsiniz, nə var, nə yox, canınız, başınız. Deməli, Instagramda, sonra nədir onun adı, dərsdə zətdə akım videosu yayılıbdır. Uşaqlar gəlir ki, müəllimə əli aş, müəllimənin əlinə şokolad qoyurlar, müəllimə də güya tiysinir. Ayseldə məsəl üçün 2 dobola çəkilib, bir dəfə yaxşı tiysinəməyib, ikinci dəfədən yaxşı tiysinib. Yəni beləncəsinə bir tiysinmə videosu var. Şokoladdan. Bu günlərin bütün qruplarıma demişəm ki, ay uşaqlar, məni məsələn şokoladla tiysinmirəm. Yəni o məni təəccübləndirmir. Mənə məsələn gətirə bilərsiniz hinduşka. Hinduşkadan tiysinərəm. Yəni sevinərəm, mutlu olaram. Sonra lal ördək ola bilər. Qaz ola bilər. Məsələn, qapıyı aç, hinduşka qazı bırax otağa. Təəccüblənim, sevinim. Sonra adama yarım kilo şabalıd baliklə bağla, məsələn 10 trendin eləyin. Ondan sonra 1 kilo adama 1 kilo mal əti, məsələn 10 trendin eləyin. Dedim müəllimə ovucunuz açın, ovucum açın, mal ətlərim qoyun ovucuma. Yəni beləncəsinə, belə şeylərlə mən təəccüblənirəm. İndi görüm, gözləyirəm, adını da qoyun ki, bu trendin də adını qoyun. Məsələn, adını qoya bilərsiniz. Yarım kilo şabalıqdan alıyorsunuz. Məsələn, yarım şabalıd şou və yaxud da ki, bayram hazırlığı. Belə bir şey. Məsələn, lal ördək, qaz, hündüşka, töyük, belə şey gətirsiniz. Məsələn, bayram hazırlığı. Buna məsələn sevinərəm. İndi görüm, gözləyirəm, görək indi nə olacaq. Belə, dedim o trendimi də sizlə paylaşım ki, belə bir təklif irəli sürmüşəm. Görək bu trend olacaq yoxsa yox.